أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء محمد و علی اهل بیت الطاهرین علیهم السلام. Bugün Hz. Baqir əleyhissalamın şəhadət günüdür. Təsliyyət ərz edirəm İmam Zaman əleyhissalamın xidmətinə və mömin bacı qardaşların xidmətinə. Bəhsi ki çox önəmlidir. Mən bir müddət bunun üstündə fikir edirdim ki, bəzi müşkilat ki ailələrdə yaranır, nə mənədir, önəmli bir konuya təvəccühüm cəlb oldu və bunun üstündə konuşaq və o da budur ki, bizlər ailəmizin barəsində Allahın bu böyük nemətinin dəyərini bilmirik. Bunu əslən nemət hesablanırıq. Eşlər bir-birinə nisbət bunu nemət hesablamırlar. Çocuklarını nemət hesablamırlar, famili nemət hesablamırlar, mali nemət hesablamırlar. Şayət təvəccüh eləsələr, bir miqdar özünə gələ ki və bunu nemət bilə. Vəli ümumi halda insanın qəfləti vardır və təvəccühü yoxdur ki, bunlar nemətdir və bu neməti bir kəs verib insana və o Allah Teala'dır. Allah Teala bu böyük nemətləri bizlərə əta eləyibdir və əgər istəyirik ki, Allahın məhzərində Allahı həmd eləyək və şükr eləyək bu böyük nemətlərinə, gərək biz dildə, ürəkdə, yəni buna təvəccühümüz olsun. Bir şəkildə olsun ki, həmişə insan bütün zamanlarda, gecə-gündüz bunu unutmasın. Əgər buna muvaffaq oldu, bunu yapa bildi, Allah Teala bu neməti biləsinə çoxaldacaqdır. Mehr-i məhəbbət ailənin içində yaradar, əmniyyəti çoxaldar və mehr-u məvəddət və iman özünə nisbət, yəni çoxaldar bu ailənin içində və Allahı həmd eləmək ailə barəsində bir dənə səbəbdir ki, Allah nemətini çoxalsın. Bu ki, görürük ki, ailələrdə soyuqluq vardır, qarı-qoca arasında soyuqluq var, çocuklarla babanın arasında soyuqluq var və famil arasında. İlləti budur ki, biz Allahı bu ortada unuduruq. Allah ki, unuduldu da hər şey gedər soyuqluq tərəfinə, gedər qaranlıq tərəfinə və o nuraniyyət, o nuri ki, gərək səfa versin yaşayışa, ya eşlərə mehr-i məhəbbət getsin, qaranlıq ki olsa, soyuqluq elə icad olar və insanlar eləyənməzlər. Allahsız dərvaqa, Allahın həmdisizliği ilə bu yolu o cür ki, gərək düz getsinlər qabağa və hərəkətləri müstəqim olsun, eləyənməyəcəklər. Bu həmd eləmək Allahın nemətlərini, bu bir dənə əslidir. Vaxtı qarı-qocalar unudurlar ki, bir-birlərinə nisbət Allahın tərəfindən nemətdirlər. Əgər bir ağa xanımısını nemət bilə, xanım eşini nemət bilə, çocuklarını nemət bilə, Allah bu neməti kəmiyyətdə, keyfiyyətdə, yəni çoxaldar, yəni imanı çoxaldar, mehr-i məhəbbəti çoxaldar, nuraniyyəti çoxaldar, səfa verər, əmniyyət verər, afiyyət verər və o müşkilatı ki, bir ailələrdə var, onları qaldırar. Pəs bir dənə əsli ki, çox önəmlidir, bu ortada silinibdir, Allaha təvəccüh eləməkdir. Allahın həmd eləməyi biz unutmuşuq. Biz təvəccüh eləmirik ki, yəni bir-birimizə nisbət nemət yox. Əgər bunu təvəccüh eləsək, insan Allahın qarşısında təvazu eləyər və etiraf eləyər, iqrar eləyər ki, Allah, mən fəqirəm, sən qənisən, sən bu neməti verdin mənə. Mən əlimdən bir iş gəlmirdi, bir şey yoxumudur. Sən mənə əhliyal verdin, sən mənə mal verdin, sən mənə güc verdin, sən mənə ovlad verdin. Tamam bunlar hamısı sənin nemətindir. Vaxtı insan ürəyində bu hiss yarandı, bu təvəccüh oldu, başlayar, bunun bir dənə əsərat-ı feilisi var, yəni əməli bir ətkisi vardı. Dışarıda da başlayar mehr-i məhəbbətə, yəni başlayar xanımısına nisbət,
çocuklarına nisbət mehr muhabbət edir. Mən hədisi oxuyum xidmətizə. Ən Əbi Bəsir qalə qultu Əbi Abdullah aleyhissalam hal lil şükri haddun izə fəaləhul abd kânə şakira qalə nəəm qultu ma huvə qalə yəhmədullah alə kulli ni'mətin aleyhi fi əhlin və malin və in kânə fîmâ ən'əmə aleyhi fi mali haqqun əddâhu. Əbu Bəsir ki, Həzrəti Sadiq və Baqir aleyhissalamın ən gözəl bir yoldaşlarındandır. Həzrətə ərz edir ki, Allah'a şükür eləmağın bir siniri var, bir həddi vardır ki, əgər bir kul onu yapsa, Allah'a şükrü eləyən hesablanır. Həzrət buyurdu, bəli. Deyə ərz elədim Həzrət Sadiqa ki, o nə mənədir? Həzrət buyurdu ki, bunun siniri budur ki, Allah hər neməti ki, biləsinə veribdir. Ailə barəsində, mal barəsində Allah'a gərək insan həmd eləyə, Allahdan təşəkkür eləyə. Və əgər o mali ki, Allah biləsinə veribdir, bir vacib haqq o malın üstünə gəlibdir, onu gərək əda eləsin. O vacib haqqlar nə mənədir? Zəkat-ı vacib, biri də xumsidir ki, möminlər təvəccühləri var ki, bizə dəstur verilib, Allah Quranda buyurubdur ki, xumsuz malınızı verin. Və o yerdə ki, zəkat sizin boyunuza gəlir, bəzi məsələn cinsilərdə, mallardadır, onların da buyurur ki, haqqını əda edin. Amma o ki, Həzrət əvvəl buyurur ki, Allah hər nemət ki, sizə ailə barəsində veribdir. İlk buyurur ailə barəsində. Yəni, bir dənə ağa bir xanımla ki, evlənir, o xanım biləsinə nemətdir. Ya bir xanım eşi biləsinə nemətdir. Çocukları biləsinə nemətdir. O yeni famillər, ya familləri, babanası, bacı qardaşları, tamamı böyür ətraf, qonşular, bunlar ki vardılar, hamısı nemətdirlər. O mal da ki Allah verir, o da nemətdir. Bunlar hamısı nemətdir. Mütləq bizlər təvəccüh eləmirik bu Allahın bu nemətlərinə. Əgər insan bu nemətə təvəccüh eləsə və Allahı ürəyində və dilində həmd eləsə, Allahı şükrünü yerinə gətiribdir və həmdini yerinə gətiribdir. Həzrət bizə dəstur verir, buyurur ki, ayıq olun, Allahın həmdini ailə barəsində, çocuklar barəsində bunları yerinə gətirin. Əgər siz bu işi gördünüz, Allahın həmdini yerinə gətirirsiniz. Bir daha nöqtə ki, unutmayın, budur ki, insan vaxtı ki, ürəyində təvəccüh edir ki, bu nemət Allahındır, kəndisini fəqir hiss edir. Yəni, özünü maliki mutlaq bilmir ki, xiyal eləsin ki, bu nemətlər, məsələn, bununkidir, özü ələ gətiribdir, indi mal ola, güc ola, hər nə mənə ki vardır, Allah bu nemətlər ki verib. Əgər buna təvəccüh eləməsə, insan özünü bir kəs biləcəkdir. Bir kəs ki bildi, insan elə orada başlayır. İxtilafat əgər təvəccüh eləsəz, bu tartışmalar buradan başlayır. İnsan kəndisini bir kəs bilir. Hiss edir ki, bu nemətlər kəndi tərəfindəndir, nə Allah tərəfindəndir. İyi paranı mən qazandım, bu ailəni mən getdim, seçdim, mən evləndim, bu çocuklar mənimdir, bu sirvət mənimdir. Hər bir şeyi özü kendisinə nisbət verir. Kendisinə ki nisbət verdi, Allahı dərvağı qoyur qırağa. Həmin ki qoydu qırağa, bu nizam-ı aləminə düz gəlmir. Yəni aləmin nizamı bər əsası fitrət-i tövhididir. Bir dənə saxtarı var, bir nizamı var, düzəni var. İnsan ki bu düzəndən çıxır eşiyə, hər bir şey dəyir bir-birinə. Pərişançılıq gəlir. Bu tartışmalar, bu işğalat ki, bu yaşayışlarda vardı, müşkülat ki, insanlar zindəqanlıqlarında, yaşayışlarında bilənəni üz gətirib, buradan başlayır. İnsan o sahibi neməti, nemət sahibini unudur, Allahı unudur və hər şeyi kendisinə nisbət verir. Bu kendisinə nisbət vermək işi xarablayır. Biraz diqqət eləsəz, görəsiniz ki, o zamanlar ki, bu cür şeylər ortaya çıxır,
İnsan bir zərə diqqət eləsə görəcək ki, orada havayı nəfsi var. Yəni insan kəndisini üzə gətiribdir. Allahı nəuzubillah qoyur qırağa və kəndisini üzə gətirir. Ona görə ərzim budur ki, əgər biz bu böyük Allahın neməti ki, həmd eləməkdir, buna muvaffəq olaq, Allah neməti çoxaldar, iman nemətini çoxaldar, mehr-u məvəddət, məhəbbət bu neməti çoxaldar, evdə bir nuraniyyət qərar verər, səmimiyyət qərar verər. Hər şey başlayar düzən halətinə. Muntaha bir dənə bəhsi var. Nizam-ı aləmdə də bir şeylər var, Allah da imtihan edir insanı. O imtihanla bu münafatı yoxdur. Bəzi vaxtlar muntaha bizim vəzifəmiz budur ki, əvvəl bilaq ki, görəvimiz nə mənədir və görəvimizi düz yerinə gətirək. Bu bizim vəzifə və görəvimizdir. Ondan başqa da biz bir iş əlimizdən gəlmir. İndi Allah əgər təqdir eləyibdir ki, bir şeylər gəlsin qabağa, o bizim əlimizdə deyil. Biz vəzifəmiz budur ki, tədbirimiz olsun, fikr əhli olaq və işlərimizi düz yerinə gətirək və kulluğumuzda Allaha nisbət düz əməl eləyək və indi sonrası Allah məsləhət görür ki, bəzi şeylər gəlsin qabağa, o bizim əlimizdə deyil. Bizə buyurub ki, siz çalışın, məsələn, iş barəsində, rizq barəsində. Buyurub tənbəllik eləməyin. O tərəfdən də israf edər, işləmək də istəməz. Təbii və normal hərəkət edin. Amma indi gəldi insan bu çalışmağı düzənliğə düşdü və mütəadil çalışdı, nə tənbəllik elədi, nə israf edər, çalışmaq biləsində oldu və düz hərəkət elədi. Gəldi, nəticə o cür alınmadı. O bizim əlimizdə deyil. Və onlar Allahın əlindədir. Biz yəni qutağı eləməyək. Allah bizə bunu istəyir ki, siz tənbəllik eləməyin. Siz ailə barəsində görəvinizi yerinə gətirin və bilin ki, bu ailə Allahın nemətidir və Allahın nemətini insan gərək həmd eləyə, təşəkkür eləyə və əgər biz bu vəzifələrimizi yapdıq, əgər bəzi şeylər gəldi qabağa, onlar da Allahın təqdiratıdır. Allah bizi istəyir imtihan eləsin, dənəsin. Görsün ki, biz bu imtihanatda nə cür imtihan veririk? Aya imtihanatda düz çıxacağıq, pas eləyəcəyik ya düz pas eləməyəcəyik? Bunları bizə imtihan halətində önümüzə gətirilir. Ayrı bir hədis Həzrəti Rəsul sallallahu aleyhi və aleyhdən var. Bunu mən xidmətçi oxuyuram. Ma fətəhəllah ələ əbdin babə şükrin fəxəzənə ənhu babə ziyadə. Deyir, hər kəs Allahın bu həmd qapısını açsa və deyir, Allah Teala heç bir zaman bu işi görməz ki, bir nəfər gələ Allahı həmd eləyə və əgər həmd eləsə, nemətin qapısını heç bir zaman bağlamaz. Bu bir dənə qanundur, bir dənə sünnətdir. Yəni istəyirəm ərz edeyim ki, bir dənə ailədə əgər karı koca bir-birlərinə nisbət hər biri o birisini nemət əgər gözü ilə baxsa və Allaha da həmd eləsə, Allah heç bir zaman bu nemət qapısını biləsinə bağlamaz, bəlkə o neməti biləsinə çoxaldar. Məsələn, əgər mehr-i məhəbbət azdır, o mehr-i məhəbbəti çoxaldar, məvəddəti çoxaldar. Bir dənə rivayət də son rivayət oxuyaq. Həzrəti Sadiq əleyhissalamdan rivayət olub ki, ma ənəməllah ələ əbdin min ni'mətin fəərəfəhə bi qəlbih və həmidəllah zahirən bilisani fətəmmə kəlamuhu hətta yu'mər ləhu bilməzid. Bu çox gözəl bir rivayətdir. Həzrət Sadiq əleyhissalam buyurur ki, Allah Teala heç bir neməti bəndəsinə əta eləməyib ki, o neməti insan ürəyində tanısın və aşkarda da dili ilə Allahı həmd eləsin. Elə həmin ki, elə Allahı istəyir həmd eləsin və elə həmdi qurtarmamış, Allah əmr eləyər ki, bu neməti bu şəxsə, bu kula çoxaldır. Mən bunu istəyirəm ərz edeyim. Aya gerçəkdən biz, karı kocalar, bir-birimizi nemət hesablayırıq ya hesablamırıq? Çox bir zaman əslən biz unuduruq. Mənim xanımın nemətdir, ya xanım məsələn mümkündür, eşin barəsində sən onu nemət hesablamayın. Yəni, əzbəs başımızı qatırıq bu dünya ilə, bu yaşayış ilə. Əslən unuduruq ki, bu
ki bizim karşımızda vardı, bu Allah'ın nemetidir. Allah bize bu nemeti veribdir. İllətinə nədir? İnsan qəflətdə yaşayır. Unudur. Ona görə insan, əgər möminlərə ərz edirəm, əgər namazdan sonra başlarını səcdəyə qoyarlar və Allahdan təşəkkür eləyərlər, Allah'a həmd eləyərlər, Allah sən mənə iyi bir ailə vermisən və bu xanımım, bu çocuklarım, bu evdir, bu əşyasıdır, hər nə mənə var sən vermisən. Mənim bir şeyim yox idi. Sən vermisən. İndi də davamı da sənin əlindədir. Ziyadəsi də sənin əlindədir. Hər bir şey sənin əlindədir. Əgər insan bəzi vaxtlar evdə, dışarıda adam buna fikir eləsin ki, bu ailə, bu Allahın nemətidir. Allahın neməti ki, Allah mənə əta eləyibdir. Mənim ki, bir dənə nəfəs çəkmağım, mənim öz əlimdə dəyiri, mənim görmağım, mənim eşitmağım, mənim gücüm, mənim düşünmağım, mərifətim, heç bir şey mən öz əlimdə dəyiri. Bu xanım, bu çocuklar, bu famil, bunlar hamısı Allahın nemətidir. Əgər insan bunu ürəyində təvəccüh eləsə və qəfləti olmasa bu mətləbdən və Allahın həmdini dilində zahir eləsə, Allah Teala ta bunun həmdi qurtarmamış əmr eləyər ki, bu şəxsin, bu kəsin nemətlərini çoxaldın. Mələikəsinə dəstur verər, yer-göyə dəstur verər, əmr eləyər ki, bunun nemətlərini çoxaldın. Allah bizim nemətlərimizin sahibidir. Xanımımız nemətdir, çocuklarımız nemətdir. Xanım da bilsin ki, eşi nemətdir, çocukları nemətdir. Hamısı zahirə qızavət eləməyək. Niyə Allahı bu ortada unuduruq? Hər bir şey bizim ortaya gəlir, problemlər, müşkülat gəlir, qabağa Allahı unutmaqdandır. Allahı ki, qoyuruq qırağa, problemlər, müşkülat başlayır. Mütəəssifانه buna da təvəccühümüz yoxdur ki, bu iş nereden düzəlir? Hamısı, hər şey Allaha bağlıdır. Heç bir şey bu aləmdə ittifaq düşmür. Allahın izni ilə, əmri ilə ittifaq düşür. Bir dənə buyurur, yapraq ağacın üstündən yerə düşür, Allahın izni olmasa düşməz, əslən ağaçdan ayrılmaz ki, düşsün yerə. Bir dənə yel ki əsiri, Allahın izni ilə əsiri. İnşallah Allah və haqqı Muhammed al-Muhammed bizə tövfiq versin ki, nemət sahibimizi tanıyaq ki, Allah Teala olsun və hər neməti ki bizə inayət eləyir, o nemətdən qədridan eləyək. Zahirdə məsələn bir nəfər gəlibdir, bir şey verir insana, təşəkkür babından adam nə işqalı var bir şey versin biləsinə. O ləhzədə Allaha təvəccüh eləsin ki, Allah bu şəxs iş gəlibdir, bu şey verim mənə, dərvaqa sənsən ki mənə verirsən. Və mən də bunun qarşısında bir şey verirəm buna, dərvaqa səndən təşəkkür edirəm, bu da sənindir. O ki Həzrət buyurur ki, vacib haqqılarınızı da malda əda eləyin, dərvaqa elə bu da odur. Yəni istəyirlər buyursunlar ki, bu malı da Allah sizə veribdir. Sənin bir şeyin yox idi ki, sənin əsən düşüncən yox idi ki, gedəsən ticarət eləyəsən. Sən əsən nəfəs çəkməyi başarmısan. Nəfəsin ki, getdi içəriyə, izni verməsə çıxmaz eşiyə. Bu qədər ki biz zəifuq və bizim gücümüz yoxdur, fəqiruq. Haqqı budur ki insan Allah'ını tanısın və ondan təşəkkür eləsin. Biz əgər nemətləri nemət savabından bilsək işlər düzələr. İnsan imanı çoxalar. Belə əvvəldən müşküldür, var idi, sonuna kimində vardı. Peyğəmbərlərin siz yaşayışına diqqət eləsəz, görəsiz elə əvvəldən axirinə kimin müşkülatın içindədirlər. İmamlar da bu cür. İllətin ki, siz görürsünüz ki, ailələrin barəsində bu tartışmalar var, ixtilafat var. Bir xatirin ki, yaşayışdan razı deyirlər. Yəni, bunlar deyirlər bəlkə, yaşayışda gərək müşkül gərək olmasın. Dərhal ki, bu düzdəyir, yaşayışda müşkül olar. Orada işgal yoxdur ki. Müşkül də var olsun, onu da Allah'ın gücü ilə insan həll edir. Yaşayış ki, müşkülsüz olmaz ki. Bir gün şadlıqdır, bir gün qəmdir. Müşkül ilə insan yaşayır. Bu bizim əlimizdə deyir. Allah bir gün verir, bir gün alır. Yəni, bunlar hamısı nişan verir ki, insanın əlində heç bir şey yoxdur. Hər bir şey Allah'ın əli ilə icad olur, ya verir, ya alır. Bir zaman bizə səlamətlıq verir, bir zaman xəstəlik verir. Bir zaman sirvət verir, bir zaman fəqir verir.
Bir zaman gətiribdi bizi bu dünya, bir zaman da aparacaq. İndi biz deyək ki, yox, mənim əlimdədir. Nə mənə mənim əlimdədir? Eşlər diqqət eləsinlər, bir-birlərini Allahın neməti bilsinlər. Əgər bu ittifaq düşməsə, bu müşkilat həmçinan davam tapacaqdır. Bəs nə zaman istəyirik ki, Allahın səmtinə qeydaq? Nə zaman istəyirik tövbə eləyək? Bax, biraz insan oturar, biraz fikir eləyər. Axı, baba, sənin güc ki, sənin deyil. Bu düşüncə ki, sənin deyil. Sənin bu görmək ki, sənin deyil. Eşitmək ki, sənin deyil. Sənin heç zadın yoxdur. Bunların hamısını sənə Allah veribdir. İnnəl insan ləyətqa in rəahu istəğna. İnsan toğyan edər o zaman ki, özünü müstəğni bilə. Söhbət buradadır. Biz hər bir şeyi kəndimizdən görürük. Hər şeyi, hər neməti kəndimizə nisbət veririk. Bu mənim elmimdir, bu mənim gücümdür, bu mənim düşüncəmdir. Orada mən bu işi gördüm, filan yerdə bu işi gördüm. Xanımısına minnət qoyar, hər şey desin ki, mənimdir. Yəni Allah bu içəridə həsb olur, yəni silinir. Bu nizam-ı xilqətlə cür gəlmir. Bunu oturaq biraz fikir eləyək, biraz anlayaq ta nə zamana kimin istəyirik bu toğyanı idamə verək. Hər zamana kimin ki bunu idamə versək, bunu bilin, İmam Zaman əleyhissalamın zuhuru təxirə düşəcəkdir. Dünya ki qarışır, müsəlmanlar ki qarışıb bir-birinə və bu vücudunla İmam Zaman gəlmir, Allah izni vermir gəlsin, çünki bizdə təqsir var. Biz müqəssirik, biz anlamırıq. Allah da hey bunu şiddəti çoxaldır, çətinliyi çoxaldır, bəlkə biz ayılaq. Bəli, biz gərək diqqətimiz olsun, Allaha təvəccüh eləyək, İmam Zaman əleyhissalama təvəccüh eləyək. Allahın hüccətini unutmayaq bu ortada. Hər iş yapırıq, gecə günüzdə hər iş istəyirsiniz yapasınız. İstəyirsiniz gedəsiniz işinizə, bir dənə deyin ya sahibə zaman. Bir dəfə təvəccüh eləyin Həzrətə. Getmisən idarəyə, getmisən çarşıda, tükanda durmusan. Bir dənə de ya sahibə zaman. Qapısını istəsən açasan, ofisinin qapısını açsan, gedəsən içəriyə, bir dənə de ya sahibə zaman. Bismillahdan sonra bir dənə ya sahibə zaman da de ki. Evə istəyirsən dönəsən, ərabiyə istəyirsən minəsən, Bismillahdan sonra bir dənə də de ya sahibə zaman. Allahın hüccətidir, o bizə dərvaqa bizimlə Allahın arasında ortacıdır. Allah onu qərar veribdir, hüccət qərar veribdir. Onu yad eləyək. Ta Allah da inşallah zuhurunu nəzdik eləsin, yaxın eləsin. Allah və haqqı Muhammed oğlu Muhammed zuhur Həzrəti Vəliyyəs əleyhissalamda təcil eləsin inşallah. Allah tövfiq-i tövbə bizim hamımıza inayət eləsin. Allah elm-i nafi, əməl-i salih inayət eləsin. Aqibətimizi xətm-i bi xeyr eləsin. Bu Kur'an insanlar için bir açıklama, Allah'a karşı gelmekten sakınanlar için bir hidayet ve bir öğüttür. Ali İmran 138. Saadet yolundan eşsiz bir çalışma daha. Kur'an'ı anlama kılavuzu. Bu kitap geliştirilmiş özel metotlarla yazılmış olup, Arapça bilmeden Kur'an'ı anlama ve onu meal edebilme imkanı sağlamaktadır. 3 ciltlik bu şaheser, alanında uzman kişilerce hazırlanmıştır. Kur'an'ın %86'sının manasını anlayabilme ve onu meal edebilme kabiliyeti kazandıran bu eğitim seti, Kur'an'ı öğrenmek isteyenler için değerli bir kaynaktır. Bu set, Kur'an'ı daha iyi anlamanıza ve ondan daha fazla yararlanmanıza yardımcı olacaktır. Kur'an-ı Kerim yaklaşık 78.000 kelimeden oluşmaktadır ve bu kelimelerin birçoğu sıklıkla tekrar edilmektedir. Bu kitapta Kur'an'ın yaklaşık 2/3'ünü oluşturan, yani 1200 kelimeden fazla kelimeyi öğreterek Kur'an'ı öğrenmek isteyenlere büyük bir kolaylık sağlamaktadır. Bu set, Kur'an'ı daha iyi anlamanın yolunu açmaktadır.